Mən amma sizin fikrinizdən razı deyiləm. Deyirsiniz ki, hər güclü qadının arxasında bir kişi var. Amma hər qadının da arxasında bir güclü kişi olmalıdır. Bu mütləqdir. Bilirsiniz niyə? Mən sizə bir qısa epizod danışım. Allah ölənlərimizə rəhmət eləsin. Mənim anam rəhmətlik hər ay pensiya alanda nəvələrinə bir gözəl nəsə bir özü üçün bir şey alırdı. Yəni evə, təbii ki bu evdə var, amma öz pulu ilə istəyirdi. Bir gün bunu bir bəy narahat eləyirdi. Yəni orada deyir, ay xanım, ay xala, bir dəqiqə gözlə də, bu lahmacun deyək də belə deyim. Nəvələrini alıb, ay xala gözlə də, mən birazdan başım qarışıqdır, çoxdur müştərim falan. Mamam gördüm ki, ağlaya-ağlaya gəldi evə. Və bilirsiniz niyə? O başı kəsik deyirlər də, biz tərəfdə başı kəsik, necə deyim, arxası yox, həyat yoldaşı yox, belə deyim ki, əm yumruğunu stolun üstünə vuran bir kişisi yox deyək. Gördüm ki, anam ağlayır, dedim, niyə ağlayırsan? Dedi, bəs mənim oğlan xətrimə dəydi. Və mən bunu dərhal həyat yoldaşıma bildirdim. Həyat yoldaşım ora getdi və ona necə lazımdır ki, cavabını verdi və ondan sonra mənim anamı oğlan görəndə hər dəfə ona 10 dəfə salam verirdi. Bilirsiniz, mənim öz həyat təcrübəmdən də deyirəm. Mən məsəl üçün dünənləri evə gəlirəm, mən deyirəm həyat yoldaşıma ki, zəng edirəm ki, hardasan? Mən çünki binaya qalxıram, baxma, mən məbləğlə gəlirəm üstümdə. Təhlükə ola bilər. Çünki bunu görürük biz sosial şəbəkələrdən izləyirəm. Yəni insanların başına müxtəlif hadisələr gəlir. Yəni mən tək olsam, tək qadın kimi mən getsəm, mən yenə deyirəm, qorxacaq insan deyirəm. Sadəcə olaraq mənim müdaxiləmlə yoldaşımın müdaxiləsi başqa cür ola bilər. Fiziki, yəni mən də deyirəm ki, mən razıyam sizlə bir tərəfdən ki, hər qadının bir kişinin arxasında bir güclü qadın varsa da, yenə də kişilər güclüdür. Bunu demək istəyirəm. Yaxşı Zəfirə xanım, onda bir dənə də sual sizə soruşacağım mən. Bax, bu toydan gəlirsiniz, gözəl də büdcə ilə qayıdırsınız yəqin ki. O necə hissdir? Yəni yoldaşınıza buyur, bu qədər qazandım, gətirdim evə xərclə deyə bilirsiniz? Bunun təbii ki, daha qəşəng yanaşması var. Baxın, mənim sənətim elə bir yenə bir pillədədir ki, mən inanın tam səmimi deyirəm, Aynur xanım da bilir. Biz artıq avtomobilin içində, mən gələndə Aynurda qalır mənim pullarım. Çünki müxtəlif yerlərə gedir, sənətə, musiqiyə, aranjmançına, bəstəkara və ya hansı bir əlbisəyə. O Aynur artıq o maşını, o mənə qalan cüzi bir məbləğ olur, onu da öz üzərimdə gəzdirirəm balalarım üçün.